Bu kişini tanıyırsınız? Yəqin ki, hə. Bu Anna Karenina, Müharibə və Sülh kitablarının müəllifi Lev Nikolayeviç Tolstoydur. Bəs bu qadını tanıyırsınız? Yəqin ki, tanımarsınız. Bu Sofiya Andreyevnadır. Lev Nikolayeviç Tolstoyun həyat yoldaşı və ona nə az nə çox 13 uşaq dünyaya gətirmiş həmin o qadın. Amma Sofiya Andreyevna təkcə onun arvadı və uşaqlarının anası olmayıb. Elə bilirsiniz Tolstoyun ən vacib və ən böyük əsərlərinin evlənəndən sonra yazması bir təsadüfdür? Əlbəttə ki, yox. Çünki Sofiya Andreyevna Tolstoy ilə evləndiyi ilk gündən onun əlyazmalarını köçürüb. Məsələn, Müharibə və Sülh kitabı bilirsiniz ki, 4 tomluq bir kitabdır və həmin o əsəri 4 tomluq bir kitabı o qadın şam işığında öz əli ilə nə az nə çox 7 dəfə yazıb köçürüb. Bundan başqa isə Tolstoyun redaktorluq, bütün maliyyə və nəşriyyat işlərini də Sofiya idarə edirdi. Qısası Tolstoy evləndiyi gündən özünün şəxsi katibəsi, meneceri və redaktoru olub. Və sonra soruşurlar ki, niyə o vaxt yaxşı qadın yazıçılar yox idi? Mənim də Sofiya kimi evdə arvadım olsaydı, mən də ilə 2-3 kitab yazardım. Və Sofiya Andreyevnanın bizə çatdığı gündəliklərdən belə başa düşülür ki, o həmçinin Tolstoyun yaradıcılıq prosesində də iştirak edirdi. Çünki özü yaxşı ailədə böyüdüyü üçün ədəbiyyatdan, incəsənətdən başı çıxırdı. Həmçinin özü də yaza bilirdi və çox gözəl rəsm çəkmə bacarığı var idi. Bəs görəsən bütün xoşbəxt ailələr bir-birinə bənzəyir. Bədbəxt ailələrin isə hərəsi bir cürə bədbəxtdir. Yazan yazıçının öz ailəsi xoşbəxt idimi? Bəs görəsən bütün əsərlərində sevgidən, insanlıqdan, dindən yazan həmin o yazıçı həyatda necə bir insan olub, necə bir ata, həyat yoldaşı olub. Deməli Tolstoy Sofiyanı o ailə uşaq ikən görün baxım eləmişdi, çünki ailə dostunun qızı olduğu üçün onun gözü qarşısında böyüyüb. Elə gözləyirdi ki 18 yaşı olsun, onunla evlənsin, özünü arvad eləsin. Və evlənəndə Tolstoyun 34 yaşı var idi, yəni Sofiyadan 16 yaş böyük idi. Sofiya Andreyevna 13 uşaq dünyaya gətirib, amma onun yalnız 8-i sağ qalıb. Və 6-cı uşaqdan sonra həkim Tolstoy bildirib ki, bəs sənin yoldaşına bir də uşaq dünyaya gətirmək olmaz. Qadın ölə bilər. Çünki uşaq dünyaya gətirməkdən orqanizm çöküb, heç olmasa bir neçə il ara vermək lazımdır. Tolstoy isə bununla razılaşmayıb və ailədə uşaqların olmasının həm dini, həm də mənəvi baxımdan vacib olduğunu bildirib. Və Sofiya Andreyevna bir neçə il dalbadal ancaq ölü uşaqlar dünyaya gətirir və öz gündəliyində yazır ki, bir qadın olaraq, bir ana kimi bu onun üçün həyatında ən ağır bir şey idi. Bəs görəsən bu qədər uşaq istəyən Tolstoyun özü yaxşı ata olub? Yox, əlbəttə ki. Və hətta uşaqlarından biri öləndə yoldaşının necə əziyyət çəkdiyini görüb, ona əzab insanı Allaha yaxınlaşdırır və mənəvi cəhətdən saflaşdırır deyib. Və ömür boyu bu qadının başına açdığı oyunlar azmış kimi 83 yaşında qərar verir ki, bir dənə də hoqqa verim, ondan sonra rahat ölə bilərəm. Deyir ki, müəllif hüquqları və şəxsi mülkiyyət mənəvi baxımdan düzgün deyil. Bunu bu yaşında anladı. Sofiya isə haqlı olaraq etiraz edir və deyir ki, mən bütün ömrümü bu əsərlərə həsr etmişəm. Həmin əsərləri şam işığında dəfələrlə köçürmüşəm, redaktə etmişəm. Bunların qaldığı malikanə Yasna Polyana idarə etmişəm, təsərrüfat, işçilər. Yəni bildirir ki, həmin o müəllif haqlarında həm mənim, həm də ki, mənim uşaqlarımın payı var. Çünki doğrudan da həmin o müəllif haqlarından bütün ailənin gələcəyi asılıdır. Tolstoy əsəbləşir, gecə vaxtı malikanəni tərk edir, qatara minir, həmin qatarda sətəlcəm olur, ağır xəstələnir və ölür. İndi isə əsas sual. Sizcə Tolstoy cındır olub, yoxsa orta statistik kişi?